Novruz xalqımızın ən əziz və sevimli bayramlarındandır. Onun gəlişi evlərimizə bahar ətri, süfrələrimizə isə bolluq və bərəkət gətirir. Qışın soyuğu ilə vidalaşıb, təbiətin oyanışını müjdələyən bu bayrama hazırlıq hər bir ailə üçün xüsusi önəm daşıyır. Bəs görəsən bu ilki bayram bazarlığı neçəyə başa gələcək? Novruz təbiətin təntənəli oyanış dövrü və böyük adətlərin rəmzidir. Hər bir Azərbaycanlı ailəsi üçün bayram hazırlığı xüsusi bir ritualdır. Süfrəni bolluq və bərəkət rəmzi olan zəngin xonça ilə bəzəmək üçün ən yaxşı qoz fındıq, quru meyvə və səməni seçmək əsas şərtdir. Lakin bayramın bu sehirli tərəfi ilə yanaşı həm də qayğıları olur. Bunlardan biri də büdcəni düzgün planlaşdırmaqdır. Çünki hər bir ailə süfrənin həm bol və keyfiyyətli, həm də qənaətcil olmasını istəyir. Bəs bu il bayram xonçası bizə neçəyə başa gələcək? Bu suala cavab tapmaq üçün müxbirlərimiz Gənclik metro stansiyasının yaxınlığında keçirilən kənddən şəhərə yarmarkasına baş çəkiblər. Satıcılar yarmarkada həm yerli öz məhsullarının, həm də xaricdən gələn məhsulların satıldığını və qiymətlərin də buna əsasən olduğunu bildiriblər. Qiymətlər demək bizdə əsas ləpələrdir, Qəbələnin məhsullarıdır. 20 manatdan fındıqlar başlayır, 27 manata kimidir. Qoz ləpələri 13.50-dən başlayır, 20 manata kimidir. Var belə 25 manat ləpəmiz var, məsələn, soyulmuş o şəkil ləpəsidir. Qiymətdə yəni bu başqa bazarlardan 200 dəfə ucuzdur, endirimlidir burada qiyməti. Həqiqətən dövlətin yaratdığı yarmarkadır, gəlmişik, hər bir şeylə təmin ediblər. Xarici mallar da var, onlar məsələn bizim mallara baxan fərqlidir, biraz bahadır qiymətlər, amma keyfiyyətə qalanda bizim mallara çatmır. Vid üçün məsələn xarici mallar baha yaxşı görünə bilər, amma bizim mallar keyfiyyətlidir. Qaysılar məsələn başlayır 8 manatdan başlayır 20 manata kimi qaysılar var. Kişmişlər başlayır 8 manatdan başlayır harca 15 manata kimi kişmişlərimiz var. İydə innafdır 6 manatdan 11 manata kimi dəyişir. İydələr 8-ə də var, 12-ə də var. Xurmalar 5 manata var, 8 manata var. Səmənlər demək 1 manat 50 qəpikdən başlayır, 15 manata kimi var. Öz parnikimizin mallarıdır. Yetişdirmişik, gətirmişik, öz məhsullarımızdır. 1 manat da səmənlərimiz var. Yəni fərqli qiymətlərlə dəyişir də, böyüklüyünə görə dəyişir. Meyvələrin padşahı alma, armud, nar hamısından bizdə var. Hansından istəsəniz verə bilərik. Öz məhsullarımızdır. Armud hər yerdə 5 manatdır. Bizdə 2 manat 50 qəpik. Alma bizdə 1 manatdır. Mağazada onlar 2.50-3 manatdır. Apelsindir, 1 manat 50 qəpiyə satılır. Hər yerdə 2 manat 50-3 manat. Yarmarkaya üz tutan paytaxt sakinləri arasında apardığımız sorğuya görə isə qiymətlərdən razı qalanlar da var, qalmayanlar da. Biraz alış-veriş elədim. İnşallah ki bayram süfrəsi yaradaram. Qiymətlərdən razısınızmı? Münasibdir, pis deyil. Yəni yaxşıdır, razıyam. Aldığım belə çərəzlərdir. Bayrama nə kimi şeylər alınır, onları almışam, alıram. Kənd təsərrüfatı malları satılır. Gəlmişəm görək nəsə evə bazarlıq eləyim, al-ver eləyim. Güngül vardı olsa al-ver eləyim. Belə qiymətlər də ki, biraz uyğun deyil. Bahaçılıqdır, biraz bahaçılıqdır. Nə bilim, belə də indi. Allah'a təvəkkül. Hal-hazırda elimizin adəti ilə olan qozdur, fındıqdır, badamdır, püstədir, bunlardan qoyuruq. Bəs qiymətlərdən razısınızmı? Bəli, razıyıq. Bayram xonçasında əlbəttə ki, ləpələrdir. Öncə qoz ləpəsi, badam, püstə, nə bilim, hamısından ləpələr alırıq. Sonra səməni, bizim bu bayramımızın rəmzisidir səməni. Səmənsiz bu Novruz bayramı təsəvvür etmək olmur. Bayram şamları da. Bir də ki, əlbəttə ki, şəkərlər, paxlava, qoğal. Tanışlıq üçün girdim bu yarmarkaya. Mənim buradan yolum az düşür. Təsadüfən keçirdim, girdim maraqlanım. Pis deyil, yaxşıdır qiymətlər. Bayram süfrəsinə imkan olanda çox şeylər qoyuruq, olmayanda az şeylər qoyuruq, baxır o imkana. Amma hər şey, bütün biş-düşlərin hamısından çalışırıq qoyaq. Şəkər buradır, paxlavadır, şorboğaldır, nə olsa aş pişiririk, qəşəng aş pişiririk. Novruz yarmarkasında məhsulların qiymətləri ilə tanış olun. Almalar 1 manatdan 3 manata qədər, armud 2 manatdan 3 manata qədər, xurma 6 manat 50 qəpikdən 27 manata qədər, qoz qabıqlı 10 manat,
Qoz ləpə 13 manat 50 qəpikdən 20 manata qədər. Fındıq qabıqlı 10 manat. Fındıq ləpə 20 manatdan 28 manata qədər. Badam ləpə 18 manatdan 20 manata qədər. Keşyu 28 manat. Şabalıd 8 manat. İydə 12 manat. İnnab 6 manatdan 11 manata qədər. Qayısı 10 manatdan 25 manata qədər. Qara və sarı kişmiş 9 manatdan 18 manata qədər. Qarışıq ləpə çərəz 10 manat. Püstə 28 manatdan 60 manata qədər. Meyvə qurusu lokum 15 manat. Alma qurusu 6 manat. Qovrulmuş fındıq 20 manatdan 27 manata qədər. Səməni 1 manatdan 15 manata qədər. Bayram xonçası 5 manatdan 20 manata qədər. Şamlar 70 qəpikdən 2 manata qədər. Suvenirlər 1 manatdan 5 manata qədər. Onu da qeyd edək ki, martın 7-sindən etibarən fəaliyyətə başlayan yarmarka martın 18-nədək davam edəcək.